Rusiya Amerika ilə rəsmi görüşə tələsmir. Bugün 2 noyabr tarixli və gündəm xəbərinin efirində siyasi bir xəbəri diqqətinizə çatdırırıq. Daha dəqiq siyasi və dünyadan olan bir xəbəri. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Trump arasında operativ şəkildə görüş təşkil eləmək mümkündür. Lakin hazırda belə bir zərurət yaranmayıb. Belə görüşün təşkili texniki baxımından mümkündür, amma indi buna ehtiyac görmürük deyə Kremlin mətbuat katibi bu şəkildə vurğulayıb. Qeyd eləyək ki, gündəm xəbər Müsavat.com-un xəbərinə istinadən bu məlumatı diqqətinizə çatdırır ki, Moskva ilə Vaşinqton arasında diplomatik kanallar vasitəsilə əlaqə saxlanılır və mövcud format kifayət qədər effektiv hesab olunur və bu səbəbdən də məhz Kremlin mətbuat katibi açıqlamasında Rusiya və Amerika prezidentləri arasında tezliklə bir təcili görüşün olmağını vacib hesab etməyiblər.